Dostlar salam. Uzun bir aradan sonra sizlerle görüşməyimə çox şadım. Bugündən etibarən Çin dil dərslərimizə yenidən start veririk. Artıq hər həftə müxtəlif mövzularla bağlı YouTube kanalıma dərslər yerləşdirəcəm. Dərslərimizin kontentini biraz dəyişmişəm. Artıq hər həftə yeni bir mövzuya toxunacaq. Dərslərimizin birinci hissəsində həmin mövzuya aid sözləri və ifadələri öyrənəcəyik. Dərslərimizin ikinci hissəsində isə mövzuya uyğun bir situasiya canlandıracaq, gözümüzün qabağına gətirəcək və həmin öyrəndiyimiz sözlərlə və ifadələrlə cümlələr quracağıq, dialoqlar yaradacağıq. Bugünkü dərsimizin mövzusu hava limanı mövzusudur. İndi isə gəlin dərsimizin birinci hissəsində hava limanına aid və bu kontekstdə bizim istifadə edə biləcəyimiz sözlərlə və ifadələrlə tanış olaq. Birinci sözümüz Jirchang hava limanı deməkdir. Feyci təyyarə, Hangzhoulo terminal, Huzhou pasport, Jipiao bilet, Xingli çamadan, Dabao to pack, to wrap, bağlamaq, paketləmək deməkdir. Xingli Dabao, Xingli Dabao bu hava limanlarında bəzən çamadanımızı verib bağlatdırmaq, sarıtdırmaq istəyirik. Bu xidməti göstərən, bu xidməti verən bir yerin adı, məkanın adı, yəni Xingli Dabao, yəni luggage packing, çamadan bağlama deməkdir. Xingli Dabao Fuwu, Fuwu xidmət deməkdir, servis. Yəni Xingli Dabao Fuwu çamadan bağlama, çamadan sarıma, çamadan paketləmə xidməti deməkdir. Digər bir sözümüz Dingzhiko, Dingzhiko gate deməkdir. Gate yəni çıxış qapısı. Bu hava limanına hardan ki biz təyyarəyə minirik və həmin o giriş qapısının, giriş yerinin adı Dingzhiko adlanır. Bu adətən bizə təyyarə bileti ilə bağlı uçuş talonu verirlər. O talonun üzərində məsələn yazılır gate nömrə 25. Bax gate Çin dilində Dingzhiko mənasına gəlir. Digər bir sözümüz Shouji telefon deməkdir. Dingzhi boarding. Bu hava liman təyyarəyə minmə mənasını verir. Yəni minmə, boarding. Dingzhi shijian, yəni minmə vaxtı. Chongdian şarj etmək, zaryad etmək telefonumuzu. Dingzhi pai boarding pass. Bu uçuş talonu. Adətən biz hava limanlarında birinci yaxınlaşırıq, deyək ki, məsələn, Qətər hava yollarına uçmaq istəyirik. Qətər yolları olan stenddə yaxınlaşırıq və biletimizi, pasportumuzu verdikdən sonra onlar bizə uçuş talonu verirlər. Bax, o uçuş talonu ingilis dilində boarding pass'dir, Çin dilində isə Dingzhi pai. Sonra Hangbanhao flight number, uçuş nömrəsi. Ruko entrance, giriş. Chuko çıxış, exit deməkdir. Zhengzhichang bu ekonom class. Zhengzhi ekonomi deməkdir. Chang isə bu kabin mənasını verir. Bir yerdə işlənəndə Zhengzhichang ekonom class mənasını verir. Shangwu Chang o isə business classdır. Shangwu ayrılıqda business mənasını verir. Chang dediyimiz kimi kabin mənasını verir. Shangwu Chang business class mənasını verir. Növbəti sözümüz kantin, restoran. Kafe deyən coffee shop. Si shoujian tualet, WC deməkdir. Çı, vehicle, nəqliyyat vasitəsi deməkdir. Çü, to go, getmək mənasını verir. Van deyən gecikmək. Dunşı, on time, yəni zamanında olmaq, vaxtında olmaq. Cong, from, dan-dən deməkdir. Cong zaycar, from here, yəni buradan. Zaycar, here, bura mənasını verir. Amma məsələn, Cong zaycar dedikdə buradan məsələn ora, buradan filan yerə necə getmək olar deyəndə buradan sözünü istifadə etmək üçün Cong zaycar ifadəsini istifadə edirik. Digər sözümüz zımmı, how, in what way, yəni necə, hansı vasitə ilə, hansı yolla. Zuo, oturmaq, minmək, getmək, əsasən nəqliyyat vasitəsi ilə mənasını verir. Zuo, çuzurçu taksi deməkdir. Zuo, çuzurçu take taksi, taksiyə minmək. Gongjiao, avtobus deməkdir. Zuo gongjiao, take bus, avtobusa minmək. DT'ye metro deməkdir. Zuo DT'ye
take a metro, metroya minmək və ya metro ilə getmək mənasını verir. 免费 free, pulsuz mənasını verir. 多少钱 bir şeyin qiymətini soruşar. Məsələn, falan şeyin qiyməti nə qədərdir? Yəni falan şey 多少钱 qiyməti nə qədərdir? Neçəyədir? 速度 speed, sürət mənasını verir. 快 bu fast, quick, yəni sürətli olmaq, cəld olmaq mənasını verir. 小时 saat mənasını verir. 密码 password, şifrə mənasını verir. Dostlar, növbəti sözümüz吸烟区 smoking area, smoking zone, yəni siqaret çəkənlər üçün, siqaret çəkmək istəyənlər üçün ərazi, zona mənasını verir. Ayrılıqda siyən siqaret çəkmək mənasını verir. Çü isə ərazi, zona mənasını verir. Siyən çü bu siqaret çəkmək üçün zona. Digər sözümüz median, no power, no electricity. Deyən ayrılıqda enerji, güc deməkdir. May bu inkar hissəcidir. Məsələn, dediyimiz zaman ki, telefonumuzun zaryadkası sönüb. Dedik ki, voda şoyci medianla, yəni telefonumuzda enerji yoxdur, güc yoxdur, zaryadkası yoxdur mənasını verir. Şımı şıxo, when, nə vaxt? Məsələn, filan şey nə vaxt başlayacaq dediyimiz zaman filan şey şımı şıxo, kayşı. Kayşı start mənası, başlamaq mənasıdır. Şımı şıxo isə when, yəni bir şey nə vaxt olacaq, bir şey nə vaxt başlayacaq deyəndə biz nə vaxt sözünü Çin dilində şımı şıxo sözü ilə ifadə edirik. Digər bir sözümüz qi fei, yola düşmək, uçmaq, havaya qalxmaq mənası, take off mənasını verir. Digər sözümüz caynar və yaxud da caynali, ikisi də harda, haradadır mənasını verir. Məsələn, soruşuruq ki, filan şey haradadır. Deyirik ki, filan şey caynar və yaxud da filan şey caynali, ikisi də eyni mənanı verir. Sonuncu ifadəmiz isə zımızuo çı. Zımızuo çı mənası bir yerə getmək üçün və bir yerə çatmaq üçün hansı nəqliyyat vasitələrindən istifadə edə bilərəm? Məsələn, avtobusla necə çata bilərəm, qatarla necə çata bilərəm, maşınla, metro ilə necə çata bilərəm ifadəsini verir. Zımızuo çı, yəni how to get there by bus, car, train və s. metro və s. İndi isə dostlar, keçək dərsimizin ikinci hissəsinə. Dostlar, dərsimizin ikinci hissəsi ən maraqlı hissədir. Amma burada sizdən bir xahişim olacaq. Xahişim ondan ibarətdir ki, dərsimizin birinci hissəsində öyrəndiyimiz sözlərlə və ifadələrlə cümlələr qurarkən mütləq o prosesi gözünüzün qarşısına gətirin. O prosesi canlandırın. Belə olan halda həm sözləri yaxşı yadda saxlaya biləcəksiniz, həm də cümlələri. İndi isə gəlin ən başdan başlayaq. Təsəvvür edək ki, Pekin şəhərindəyik. Oteldən çıxmaq üzrəyik. Check-out etmişik, çamadanlarımız yanımızdadır və bir neçə saat sonra uçuşumuz var. Amma indi bilmirik, hava limanı yaxındadır, uzaqdadır, ora necə getmək olar. Belə olan halda bizim ağlımıza gələn ilk sual nə olur? Ağlımıza gələn ilk sual olur ki, yaxınlaşaq otel əməkdaşına və ondan soruşaq ki, hava limanına necə gedə bilərəm? Baxın, gəlin bu cümləni Çin dilində deyək. Hava limanına necə gedə bilərəm? Təbii ki, dərsimizin birinci hissəsində öyrəndiyimiz sözlərdən istifadə edərək. Qu jichang wo zumuzuo chi. Burada wo, mən deməkdir. Mən sözünü istifadə edə bilərik, etməyə də bilərik. Birinci cümlədə, yəni Qu jichang wo zumuzuo chi, mən hava limanına necə gedə bilərəm mənasını verir. İndi wo-nu bu cümlədən çıxsaq, Qu jichang zumuzuo chi, hava limanına necə gedə bilərəm? Yəni, ikisi də eyni mənaya denk gəlir. Ona görə də wo-nu istifadə edə bilərsiniz, etməyə də bilərsiniz. İndi gəlin bu cümlənin digər alternativlərinə baxaq. Məsələn, soruşaq ki, hava limanına taksi ilə necə gedə bilərəm? Hava limanına avtobusla necə gedə bilərəm? Hava limanına metro ilə necə gedə bilərəm? İndi gəlin bu cümlələri də Çin dilində deyək. İndi deyək ki, yaxınlaşırıq yenə otel əməkdaşına və ondan soruşuruq ki, taksi ilə hava limanına necə gedə bilərəm? Qu jichang wo zumuzuo chu chi. İndi deyək ki, avtobusla getmək istəyirik və soruşmaq istəyirik ki, hava limanına avtobusla necə gedə bilərəm? Qu jichang wo zumuzuo gongjiao. İndi deyək ki, metro ilə getmək istəyirik və soruşuruq ki, hava limanına metro ilə necə gedə bilərəm? Qu jichang
我怎么做地铁? İndi bir dənə də alternatifə baxaq. İndi soruşaq ki, buradan havalimanına necə gedə bilərəm? İndi biz əvvəlki dərsimizdə öyrəndik ki, buradan sözü 총자절 deməkdir. İndi soruşaq ki, buradan havalimanına necə gedə bilərəm? 총자절去机场我怎么坐车? İndi deyək ki, ya avtobusla, ya taksi ilə, hər hansı bir vasitə ilə havalimanına çatdıq. İndi təbii ki, avtobusla getsək, orada hansı sözləri bilməliyik, hansı cümlələri istifadə etməliyik. Eyni qaydada taksidə hansı sözləri bilməliyik, metroda hansı sözləri bilməliyik. Onlarla bağlı ayrı-ayrı dərslərimiz olacaq deyə hələ ki o hissələrə toxunmuram. Ona görə də gəlin dostlar, bugünkü dərsimizdə, bugünkü mövzumuzda sırf havalimanının kontekstinə deyinək. İndi çatdıq. Deyək ki, avtobusdan çatdıq havalimanına, havalimanının qarşısındayıq. İndi biletimizə baxırıq. Məsələn, biletdə yazılıb ki, terminal 2. İndi belə olan halda ağlımıza gələn sual nə olur? Yenə yaxınlaşırıq, deyək ki, havalimanı əməkdaşına və soruşuruq ki, bu 2 nömrəli terminal hardadır? Və yaxud da bu 2 nömrəli terminala mən necə gedə bilərəm? Və yaxud da terminal 2 hardadır? İndi gəlin bu cümləni Çin dilində deyək. Biz öyrəndik ki, terminal sözü Hangzhoulo mənasını verir Çin dilində. İndi soruşaq ki, bu 2 nömrəli terminal hardadır? Arhao Hangzhoulo Zaynar. R 2 deməkdir, Hao nömrə deməkdir. 2 nömrəli terminal və ya terminal 2. İndi digər variantda soruşaq ki, 2 nömrəli terminala mən necə gedə bilərəm? Bu cümlədə soruşduq ki, 2 nömrəli terminal hardadır? İndi deyək ki, 2 nömrəli terminala necə gedə bilərəm? Yenə, Arhao Hangzhoulo bu zımı çü. İndi deyək ki, terminal 2-yə bizi yönləndirdilər. Getdik, terminal 2-nin qarşısındayıq. İndi burada ağlımıza gələn digər bir sual nə olur? Sual olur ki, soruşaq ki, bu terminalın girişi hardandır? Giriş hardadır? İndi gəlin bu cümləni də Çin dilində deyək ki, giriş hardadır? Öyrəndik ki, birinci dərsimizdə giriş, ruko və bir yerin harada olduğunu soruşmaq üçün də istifadə edəcəyimiz ifadə Zaynar və yaxud da Zaynali. İndi soruşaq ki, giriş hardadır? Ruko Zaynar və yaxud da ki, ruko Zaynali. İndi girişdən keçdik. Həm özümüz, həm də çamadanlarımız deyək ki, bu təhlükəsizlik xəttindən keçdi. İndi 2 seçenek var qarşımızda. Ya birinci, birbaşa getməliyik, uçuşumuz hansı hava yollarındadırsa, o hava yolları olan stenda və biletimizi, pasportumuzu verib uçuş talonu almalıyıq. Ya da ki, əvvəlcə deyək ki, bagajlarımızı bağlatmaq istəyirik və baxırıq ki, ətrafda və ya hava limanında bu bagajı bağlama yeri, bu bagajı bağlama xidməti göstərən bir əməkdaş, bir yer varmı? İndi hesab edək ki, çamadanlarımızı bağlatmaq, sarıtmaq istəyirik. İndi belə olan halda bəs ağlımıza gələn suallar nə olur? Yenə yaxınlaşırıq bir hava limanı əməkdaşına və soruşuruq ki, bax məsələn, salam, mən bagajımı və ya çamadanımı bağlatmaq istəyirəm. Hava limanında bagaj bağlama xidməti varmı? İndi birinci cümləni mən çamadanımı bağlatmaq istəyirəm və ya sarıtmaq istəyirəm. İndi gəlin bunu Çin dilində deyək. Biz birinci dərsdə öyrəndik ki, dərsimizin daha doğrusu birinci hissəsini öyrətdik ki, Dao to wrap, to pack deməkdir. Bağlamaq, sarmaq, bağlatmaq deməkdir. Çamadan da xingli. İndi deyək ki, mən çamadanımı bağlatmaq istəyirəm. Wo ya dao xingli ya want deməkdir, istəmək. Wo ya dao xingli. İndi ikinci sualı verək ki, hava limanında bu bagaj bağlama, bagaj sarma xidməti varmı? İndi bunu necə Çin dilində deyə bilərik? İndi gəlin ona baxaq. Bu sualı Çin dilində bu formada veririk. Jishangyo xingli dabao fu ma? Öyrəndik ki, xingli dabao fu luggage packing service, yəni paket bağlama xidməti. Ona görə də hava limanında paket bağlama xidməti varmı? Bunu Çin dilində Jishangyo xingli dabao fu ma deməliyik. İndi bu sualı verəndən sonra bizə müxtəlif cür cavab verə bilərlər. Məsələn, deyə bilərlər ki, bir bagaj 5 manatdır, 2 bagaj, məsələn, və 2 çamadan 15 manatdır. İndi bunu necə Çin dilində biz deyə bilərik? 一个行李10元, 2个行李15元. Bu 一个bir dənə, bir ədəd çamadan
10 Çin dilində şı deməkdir. Yuan də bizdə necə manatdırsa, Çin dilində o pul vahididir. Liangı 2 ədəd deməkdir. 15 isə Çin dilində shiwu adlanır. İndi 1个星里10元，2个星里15元. Yəni cavabında bizə verə bilərlər ki, bir dənə çamadan 10 yuan, 2 dənə çamadan 15 yuan. Və yaxud da ki, belə bir cavab verə bilərlər ki, böyük çamadan 5 manatdır. Məsələn, kiçik çamadan məsələn 3 manatdır. İndi bunu biz necə Çin dilində deyə bilək? Xiao balaca deməkdir. Da böyük deməkdir. İndi deyək ki, balaca çamadan 10 yuandır, böyük çamadan 15 yuandır. Xiao xingli 10 yuan, da xingli 15 yuan. İndi deyək ki, çamadanlarımızı bağlatdıq. İndi yaxınlaşırıq avia biletimizi hardan almışıqsa, deyək ki, həmin hava yollarının stendinə. Orada yaxınlaşırıq. İndi biletimizi alırıq. Deyək ki, belə olan halda bizdən istənilir ki, pasportumuzu və biletimizi təqdim edək ki, uçuş talonumuzu alaq. İndi buyurun, bu mənim pasportum, bu mənim biletim. Bu cümləni Çin dilində necə deyə bilərik? İndi gəlin ona baxaq. 这是我的护照和机票. 这是 this is bu deməkdir. 我的护照mənim pasportum. Hı və and deməkdir. GPA isə biletim deməkdir. Buyurun, bu mənim pasportum, bu mənim biletim. 这是我的护照和机票. İndi deyək ki, biletimizi verdik, pasportumuzu verdik və bu hava limanında olan stenddən uçuş talonumuzu aldıq. İndi uçuş talonu nə deməkdir? Dostlar, dərsimizin birinci hissəsində bu sözü istifadə eləmişik. İndi uçuş talonumuzu aldıq. Baxırıq ki, talonun üstündə yazılıb ki, biz getməliyik 25 nömrəli gate-ə. İndi bu gate də hardadır, biz onu bilmirik. İndi belə olan halda bəs hansı sualı verməliyik? Yenə yaxınlaşırıq hava limanı əməkdaşına və soruşuruq ki, bu 25 nömrəli gate və yaxud da gate 25 hardadır? Gate 25-ə necə gedə bilərəm? İndi gəlin bu sualları da Çin dilində deyək. Biz öyrəndik ki, gate dengjikou mənasını verir. Deyək ki, 25 nömrəli gate. 25号dengjikou在哪儿? 25 25 deməkdir. Ha öyrəndik nömrə deməkdir. 25号dengjikou在哪儿? Və yaxud da 25号dengjikou我怎么去? Necə gedə bilərəm? Deyək ki, bizə göstərdilər ki, məsələn, bu yolun sonu axıra qədər gedin, sonra axırda sağda 25 nömrəli gate'dir. İndi hesab edək ki, biz o yolu gedirik. İndi deyək ki, belə olan halda, məsələn, acmışıq, restorana girmək istəyirik, restoran axtarırıq. Və yaxud da deyək ki, susamışıq, bir kofe shop axtarırıq ki, bir kofe içək. İndi belə olan halda bəs hansı suallar ağlımıza gəlir? Biz ağlımıza gəlir ki, yaxınlaşaq yenə bir hava limanı əməkdaşına və ondan soruşaq ki, restoran hardadır? Kofe shop hardadır? Və yaxud da restorana necə gedə bilərəm? Kofe shopa necə gedə bilərəm? İndi gəlin bu cümlələri, bu sualları Çin dilində verək. Öyrəndik ki, restoran, kantin, kafe deyəndə kafe shopdur. İndi kantin zaynar və yaxud da kantin zaynali havalimanı restoran hardadır? Və yaxud da ki, kantin vodzumu çü restorana necə gedə bilərəm? Eyni qaydada da kofe shop üçün. Kafe deyən zaynar və yaxud da kafe deyən vodzumu çü. İndi deyək ki, restorana getdik, yeməyimizi yedik və ya kofe shopa getdik, kofemizi içdik. İndi təbii ki, bu məkanlarda da hansı sözləri, hansı cümlələri bilməliyik. O ilə bağlı yenə başqa bir dərslərimiz olacaq. Deyək ki, yeməyimizi yedik, indi gate 25-ə doğru gedirik. İndi tualetə getmək istəyirik. Məsələn, gəl indi soruşaq. Yenə yaxınlaşaq bir hava limanı əməkdaşına və soruşaq ki, tualet hardadır və ya tualetə necə gedə bilərəm? İndi gəlin bunları Çin dilində deyək. Öyrəndik ki, tualet, xi shoujian, xi shoujian在哪儿 və ya xi shoujian wo怎么去 hardadır, necə gedə bilərəm? İndi deyək ki, tualetdən də çıxdıq, yenə gate 25-ə doğru gedirik. Oturmuşuq, çatdıq gate 25-ə, çamadanlarımızı qoyduq, özümüz də əyləşdik. İndi birdən ağlımıza gəlir ki, bir dənə baxım görüm ətrafda hava limanında və ya Wi-Fi varmı, internet varmı? İndi necə soruşaq ki, burada internet var, burada Wi-Fi var. Yenə yaxınlaşırıq deyək ki, bir hava limanı əməkdaşına və soruşuruq ki, burada internet var, burada Wi-Fi var. İndi bunu Çin dilində deyək.
这里有 Wi-Fi 吗? Wi-Fi Çin dilində də elə Wi-Fi gedir. 这里 bura deməkdir. Yo to have var. 这里有 Wi-Fi mı? Burada Wi-Fi var. Məsələn, cavabında deyək ki, var və ya yox. İndi hesab edək ki, internet Wi-Fi var, amma Wi-Fi pulludur. İndi belə olan halda soruşmaq istəyirik ki, bəs bunun 1 saatının qiyməti nə qədərdir? Yəni, gəlin bunu Çin dilində deyək. 1小时多少钱? Dərsimizin birinci hissəsini öyrəndik ki, 小时 saat deməkdir. 多少钱 isə bir şeyin qiymətini soruşmaq üçün istifadə edəcəyimiz bir birləşmədir. İndi soruşaq ki, 1 saatının qiyməti nə qədərdir? 1小时多少钱? İndi ya cavab verə bilərlər ki, məsələn, 1 saatı 10 manatdır və yaxud da deyə bilər ki, pulsuzdur. İndi pulsuz sözünü dərsimizin birinci hissəsində öyrənmişdik. Deyə bilər ki, pulsuz, miyanfey, pulsuz. İndi digər bir sualımız ağlımıza gəlir ki, bəs yaxşı, şifrə nədir? Bu Wi-Fi-nin şifrəsi nədir? İndi gəlin bu sualı Çin dilində verək. Şifrə nədir? 密码是多少? Şifrə nədir? Şifrə neçədir? İndi deyək ki, şifrəni öyrəndik. İndi soruşmaq istəyirik ki, bu internetin sürəti yetərincəmi? İnternet sürətlimi? Wi-Fi sürətlimi? Bunu necə Çin dilində deyə bilərik? Sudu kuayma. Sudu kuayma. Yəni sürəti yaxşımı? Yetərincəmi? Deyə də bilərlər ki, 很快. Yəni kifayət qədər yaxşıdır. İndi deyək ki, internetə girdik, telefonumuzdan müəyyən bir videolara baxırıq. İndi birdən siqaret çəkmək istəyirik və axtarırıq ki, görək hava limanında və ya gate'in yaxınlığında siqaret çəkmək üçün bir yer, bir zona varmı? İndi bunu necə deyə bilərik? Siqaret çəkmək üçün yer hardadır? 吸烟区在哪儿? Və ya 吸烟区在哪里? Siqaret çəkmək üçün ərazi hardadır? Deyək ki, siqareti çəkdik, yenə qayıtdıq öz yerimizə, gate'in qarşısında oturmuşuq və birdən telefondan istifadə edən bir yeri telefonumuzun zaryadkası söndü. İndi yaxınlaşmaq istəyirik hava limanı əməkdaşına və soruşmaq istəyirik ki, telefonumun zaryadkası sönüb. Mən telefonumu harda şarja qoya bilərəm? Və yaxud da mən telefonumu harda şarj elətdirə bilərəm? İndi gəlin bu cümlələri də Çin dilində deyək. Birinci cümləmiz, telefonumun şarjı bitib. Bunu gəlin Çin dilində deyək. Telefonumun şarjı bitib. 我的手机没电了. İndi ikinci cümlə, telefonumu harda şarja qoya bilərəm və ya telefonumu harda şarj elətdirə bilərəm? 我可以在哪儿给手机充电? 在哪儿 harada? 可以 bilmək, bacarmaq deməkdir. 给手机充电. 给 to give feilidir, vermək. Yəni telefonuma harda enerji, power verə bilərəm? Hərfi mənası budur. Amma ümumi mənası 我的手机没电了. 我可以在哪儿给手机充电? Harda telefonumu şarj elətdirə bilərəm? Və yaxud da daha qısa variantına baxaq ki, 我的手机没电了. 哪儿能充电? 哪儿yenə harada, 能 could, can sözüdür. Yəni edə bilərəm, qoya bilərəm. 充 deyəndə şarj elətdirmək. 手机没电了. 哪儿能充电? Telefonumun şarjı bitib. Harda şarj elətdirə bilərəm? İndi deyək ki, telefonumuzu şarj elətdirdik. Yenidən qayıtdıq gate'in qarşısına. İndi baxırıq ki, bizə verilən uçuş talonunda orada boarding time, yəni dıngcı şıcən göstərilib ki, təyyarəyə minik saat 10-da başlamalıdır. Amma saat 11-15 dəqiqə işləyir və hələ ki minik başlamayıb. Belə olan halda ağlımıza hansı suallar gəlir? Bax, sual vermək istəyirik ki, bu təyyarəyə minik, boarding nə vaxt başlayacaq? Eyni zamanda ağlımıza gəlir ki, bu sualda verək ki, təyyarə gecikirmi və ya uçuş gecikirmi və ya uçuş vaxtındamı, təyyarə vaxtında uçacaqmı? Bax, gəlin bu cümlələri də, bu sualları da Çin dilində verək. İndi birincisi, boarding, yəni təyyarəyə minik nə vaxt başlayacaq? 等机什么时候开始? İndi ikinci sual. Soruşaq ki, uçuş gecikir və ya təyyarə gecikir. Feyci vandiyanlama və ya hangman vandiyanlama. Hangman uçuş deməkdir, feyci təyyarə deməkdir. İndi soruşaq ki, uçuş vaxtındadır, yəni təyyarə vaxtında uçacaq. Feyci cunşıma
öyrəndik ki, dərsimizin birinci hissəsində cunşı be on time, yəni vaxtında olmaq, punctual deməkdir. Feilci cunşurma, təyyarə vaxtında uçacaq, uçuş vaxtında mı, vaxtında olacaqmı? Bu mənaya gəlir. İndi deyək ki, biraz da gözlədik və gate açıldı, artıq təyyarəyə mindik. İndi bir neçə dəqiqə keçir, təyyarə hələ ki, belə deyim də, havaya qalxmır. İndi belə olan halda hansı sualı biz verməliyik? Yenə yaxınlaşırıq bələdçiyə, soruşuruq ki, təyyarə nə vaxt havaya qalxacaq və ya təyyarə nə vaxt uçacaq? Bunu necə deyə bilərik Çin dilində? Feilci şımı şıxo qi fei. Qi fei to take off deməkdir. Əvvəlki dərsimizin birinci hissəsində öyrənmişdik. Feilci şımı şıxo qi fei. Təyyarə nə vaxt havaya qalxacaq? İndi hesab edək ki, Pekindən Şanxaya uçuruq. Hər şey yaxşı keçdi. Şanxay hava limanına endik. Pasport kontrolundan keçdik və çıxışı axtarırıq. İndi belə olan halda hansı sualı verməliyik? Çıxış hardadır? Yenə yaxınlaşırıq hava limanı əməkdaşına və soruşuruq ki, çıxış hardadır? Çıxışa necə gedə bilərəm? Çuko在哪儿 və ya Çuko在哪里və yaxud da Çuko wo怎么去? Dostlar, düşünürəm ki, hava limanı mövzusu ilə bağlı istifadə edə biləcəyimiz, qarşılaşa biləcəyimiz sözləri, cümlələri və situasiyaları əhatə elədim. Əgər yadımdan çıxan, unutduğum hər hansı bir söz, ifadə olarsa, zəhmət olmasa, bu dərsimizin videosunun altına həmin məsələ ilə bağlı şərhlərinizi, rəylərinizi bildirin. Sonda kanalıma abunə olmağı, videoları bəyənməyi, paylaşmağı və rəy bildirməyi unutmayın. Növbəti dərsimizdə görüşənədək. Sağ olun.